Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Bu günləri Gəncə mal bazarından aprelin 13'ü 2025'ci. YouTube kanallarımıza abone olup like vermeyi unutmayın. Çeki sizler için göstereceğim. Bakarsınız. Kardeşin heyvanlığı. Bu neçənci qarındır bu heyvanın? 3. Balası nədir? Erkek. Sütü nə qədərdir? 8. Qiyməti? 2300. Hara malıdır? Buradan Daşkəsəndəki izləyiciləri salamlayırıq. Allah hər birinin canı sağ eləsin. Allah xeyirli bazar versin. O. Bunu nəsə deyirsən? 16'ya. Balası nədir? Sütü nə qədərdir? 6. Allah xeyirli bazar versin. Kardeşim bak böyle bir inəyi var. Gördüğünüz kimi. Ay gün düşür. Yaxşı. Gün düşdü, yaxşı düşmədi. Bunun balası nədir belə? Erkək kişi, erkək. 12 litre, bir dəqiqə. Balı ilə balasız? Balı ilə. Balası neçə günlükdür? 15'inde bir kadar verir. 15'inde. Neçənci qarna? 6. qarna. Hara malıdır ata? 6'lı, Gəncə şəhəri. Qiyməti? 26 değil. 2600'e. Allah xeyirli bazar versin. Yəqin ki öz qapı malıdır. Allah bazarını versin. Bu simental sağındır qaqam? Balalıdır yoxsa təkdir? Karnı boğazlı tertemiz. Qarnı boğaz neçə aylıq boğazdır? 5-6 ayın içinde. 6-cı ayın içindədir. Belə qiyməti nədir? Kıymeti 2-7. 2700'e. Neçənci qarna? Ve 3. doğacak. Sada 10 litre su var. Bir dəqiqə 10 litre sütü var. Və balası hanı mı? Balasını satmış. Ha. 25 manat. Allah xeyirli bazar versin. Hara malıdır? Toz. Buradan Tozdakı izləyicilərimizə salamlayırıq. Allah xeyirli bazar versin. Sağ olun. Sağ olun. Serkan mı? Tahir Piliyev yaz orada görərsən. Kardeşim belə bir inəyi var. 20 litre südlü inəkdir. 20 litre südü var. 4-cü qarın, balası da erkək. Qiyməti nədir bunun? 3200. Şərtlə. 3200'e. Bugün sizler için güzel bir video hazırlayacağım, bakarsınız. Balası neçə günlükdür bunun? Südü bulama. Hara bulamadır. 20 litre bulama. 4'ündən 20. Ha doğru. Allah xeyirli bazar versin. Erkek gibi olan. Dişidir. Neçə günlükdür balası? 3. Onda hala bulamadır ha? Neçə litre bulaması var bunun? 8. Qiymət neçənci qarın? 3. Qiyməti nədir? Qiyməti 28'e. 2800 manat. Allah xeyirli bazar versin. Hayır. Çek. Kardeşim böyle bir inəyi var. Balası da dişidir ha? Neçə günlükdür balası ata? Bir həftə. Südlü bulama. Süd nə qədər südü var? 10 litre. Süddən 10 litre. Neçənci qarın? 5. Qiyməti nədir? 3000'e. Allah xeyirli bazarını versin. Qiyməti 3000 manat.
Hara malıdır ata? Ben görüm buradaki izləyicilərimizə salamlayıram. Allah xeyirli bazar versin. Kardeşim o böyle bir neyi var. Narahat olma, narahat olma. Balası çiğ. Şimdi kardeş. Kaşı. Birinci karı. Birinci qarın. Südü nə qədərdir? Şimdi birinci karı 8. 8 litr. Qiyməti 2700 manat edir. 2700'e. Allah xeyirli bazar versin. Mallı alıram senden alıp satış getdi. Amma mallı alma mallı olsun. Geçəymində maşına. Geç. Balası neçə günlükdür? Bir həftə. Bir həftəlik. Bazarın olsun. Sağ olun. Sonra buradan Qazağa sənəndən 5 manat çörək yapar. Yok eyvallah dedim sana. Yok eyvallah dedim. Her ne yaparsan Allah verecek. Ben buna barıp kıymetli Allah. Son oldu. Allah. Yok eyvallah sonun dedim sana. Son kalsın. Allah dedim sana. Bir tane olsun üçüncü ateşe çüze sen yapar. Qaytaq eləmə. Vallahi kaytak eleme. Oha! Bu dilərini çəkə bilərəm. Esen Allah bizi reklam eləmez. Çəkmirəm, mal çəkirəm. YouTube'a qoyulur. Sən çəkmirəm, heyvan çəkirəm. Bu neçənci qarındır? İkinci. Balası nədir? Dişi. Neçə günlükdür? 3 gün. Südü nə qədərdir? 6. Qiyməti? 2000'e. Arama atam. Buradan Şəmkirdəki izləyicilərimizə salamlayırıq. Allah xeyirli bazar versin. Kardeşim o böyle bir neyi var. Gördüğünüz kimi. Bunun balası erkektir, dişi qaqa. Dişi. Neçənci qarın? Birinci qarın. Südü nə qədərdir? Şundan 9. Üçündən 9. Qiyməti? 28'e diyelim döşer. 29'a deyirsiniz düzəlişə. Hara malıdır? Göz. Ha, göy. Göy malıdır. Kardeşim bak belə nəhləri var. Balalı. Körpəlidirlər. Çəkəcəm hamısını, baxarsınız. Özel bir video çəkəcəm. Sizler için. O birinci neçənci qarındı o heyvanın? 5-ci. Südü nə qədərdir?
Qardaş getdi, yoxsa qiymətlərini soruşacaqdı. Tamam diyor, yaxşı diyor. Eminindir. Yakışıklı. 5 de ben de yakışıklı. Açar mı? Bu neçənci qarında ta? 3. Balası nədir? Dişi. Qiyməti nədir? 2500. 2500. Və o qara, o birinci nəyin neçənci qarındır? 3. Üçüncü. Südü nə qədərdir? 8 litre 10 litre. 8-10 litr. Qiyməti? 2300. Və o qara neçənci qarındır? O da ikinci. Askara. O qara. İkinci bala. İkinci. Balası nədir? Erkek. Erkək. Qiyməti nədir onun? Ne yapalım aga 2300. Agadan başlık bırak bu. Vax kimindir ya? Ne oldu? Bak yere malumat ver. Ax kimindir? Ağın balasıdır. Bu balalıdır tək. Balası odur. Kişidir ha balası. Neçənci qarında mı bu? Gördüğün gibi. 4. Südü nə qədərdir? Şimdi de 3 verirler yaxşı. Otdan baxsan, yemlə baxsan 3 verəcək rahat. 6 litr nə 6 litr. 3 səhər 3 axşam. Yem versən bu şərtdə. Mən otdan samanla baxmışam. Hara malıdır? Ha? Hardan gətirmisən bunu? Saatdan. Ha, Samuqdan, laf gözəl. Qiyməti nədir? Qiyməti kimi. 2000-ə? Allah xeyirli bazar versin. Akşam bakarsan özüne. İnşallah bakar. Samanla bakar ne kadar. Sürü yağlı yaxşı. Südü nə tərdi yağlılığı? Balası neçə günlükdür onun? Arada 4 aylık. 4. 4 ay. Yeniden boğaz döyü ki. Boğaz. Maylandırma mısınız ki? Mayalanın 3 ay Çələ, var. çələ. Gəl yəni. 2 ayda kəliyə gəlir. Laf gözəl. Allah xeyirli bazarını versin. Sağ ol. Ben bu daim olmalıysa. Kardeşim babayla. Bunlar hamısı dişidir ha? Neçə ilə də atam? Bunlar 1000. 1000 manatla. Hara malıdır? Bunlar tovuz. Laf gözəl. 1000 manatla. Yaxşı mallar, çotarlı mallar. Toz malıdır. Bəli. 1000 manatla verir. Abi de tarihte. Bir aradan Allah'a. Burada da ben sattım sen de anladın. Bak yerli malımız var. Ben sizi tanıyıp yerim. Bir tövbe atıyorsun. Allah pazar versin aga. Ay maşallah olsun. Neçə kilo ət olar bu? 280. Belə neçəli qiyməti? Allah xeyir. Budan alar kimi olur. Ne diyeyim abi? Sən də ata satdıqdı. Neçə ilə də ata? Ha? Hansı tahıl? Deyir bax o birinci o qara. 2850. Və bu ikinci? Qapandan neçə də ata? 14. Allah xeyirli bazar versin. Bize çay kahve. Sən çəkə bilərəm bunu.
14 manatdan qapanma. Erkəkli dişi. Kişi də ayba kişi. Neçə deyirsən bunu? 630-a deyirəm ay para. Qoy deyər qiymətli deyir. Aşağı nə deyim cəmaət. 630 manata. Bəli. Neçə aylıqdır bu? Neçə aylıqdır? 2 aylıq. 2 ay olmasa çox olar. Bilmirəm amma aldığım adamı deyir ki 2 aylıq. Güzel olar ayba. Hardasa bir 4-5 aylıq. 4-5 aylıq. Olar. 3 aylıq olar da olsun. Allah xeyirli bazar versin. Ama 4-5 ay var. Bugün hiç pazarda xeyirlə dolanları çəkəcəyik, zəifçilikdir bazarda. Gerçekten. Ne var ne yok? Sağ olun, teşekkür Çiftin alma serdi. 2 tane al versi. Pazarın gülü. Alasya baba niye zayıfçılıktı? Ben vermişim. Bana kalkal dolu. Allah hayır versin. Ümumiyyətlə Salam olsun sana çək, salam olsun. qiymətlər nətərdir? Hala. Çörək var. Verdiğine. Allah xalqımıza, millətimizə versin. Amin. Amin. Bol ruzu bərəkət hər birinə. Amin. Ha bak bakayım. Akşam. Bunlar kimindir? Arzun atarsan. Önce şekerin içerisi. Abi bunların qiyməti 15 lira. kom üst üstə. Nə gözəl. Böyle bir bazar zəifçilikdir, yoxsa mahirə gəlir? Belə məlezlər var. Haydi kardeş. Neçə deyirsən bu arada? 3000 lira. Ha? 3000. 3000 lira. Qəşəkdir da. Qəşək mal vardı. Sağ ol, nə var nə? Yardım et. Videomuzu burada yekunlaşdırırıq gözəl qardaşlar. Gördüğünüz kimi bazar.
Videomuzun arkasında sort buzoylar olacak. İnşallah yeni hayvanlarımız da gelecek. Salam değerli izleyiciler. Her birinizin, her vaxtınız xeyir, her birinizi xoş gördük. Bax, deməli gözəl qardaşlar, şarı oldu, bax o, bir dənə kişidir, bax o. Bu da simentaldı, bir dənə. Deməli 700 manatdan 1000 manata qədər. Bax, angustur. 3 dənə angusumuz var. Bax, ot yeyirlər. Baxın. Tam sağlam. Bunun arxalarına baxın. Gözəl qardaşlar. Maşallah olsun. 15 günlükdən buna baxın hələ. Bunun ayaqlarına baxın hələ. 15 günlükdən düz 2 aylığına qədər. Buna baxın. Hamısı sort. Buna baxın hələ. Ayaqlarına baxın. Maşallah olsun. Ünvanımız Ağdam rayonu Soğlan kəndi. Nol 50 571 71 57. Bozaq qulaq. Baxın. Təmiz ha, təmiz özü. Arxalarına baxın bunların hala. Bax ot yeyirlər. Bax gözəl qardaşlar. Ot yeyirlər. Buna baxın. Bax bozaq qulaq, təmiz. Qan özü, 2 aylıq. Arxasına baxın. Həqiqətən gözəldir. %700'den 1000 manat, 1100 arasında hardasa qiymətlər dəyişir. Baxır götürdüyünüz buzoylara. Buna baxın. Biləyinə baxın hələ onun, arxa bilə. Buna baxın hələ. Bax, bu şar oldu. Üzr istəyirəm, angustur. Angustur. Bir dənə angusumuz bax qapının ağzındadır. O birisi də simentaldır. Aralardan da çəkirəm ki, bax ot yeyirlər hamısı. Bax düzülüb ot yeyirlər. Baxın. Bax hamısı düzülüb ot yeyir. WhatsApp'ta yazın. Birbaşa.
Her zaman da buzoylarımız olur. En güzel buzoylar bizde. Bütün vitaminleri de hamısı vurulur. Değerli izləyicilər, hər birinizin sabahınız xeyir, hər birinizi xoş gördük. Bax belə 3 dənə anguslarımız qalıb. Bax, gözəl qardaşlar, hardasa 1 ay 10 günlük, 1 ay 15 günlükdür. Bax bu. Bu angus. Maşallah olsun. Qiyməti 1100 manatdan başlayır. Bax bunlar 1100-ə razılaşma yeri var. Bax, belə angus var. 800 manatdır. Sonra bax beləsi var bir dənə burada. Bu neçədir? Bu da 1000 manatdır. Bax bu böyürdəki. Qəşəng bozaq qulaqlarımız var. Bax belə. Biləyinə baxın, arxasına baxın bunun. Bax 1100 manat deyilir. Şarol var bax belə dişi. Damazlıq. Qiymətləri bunların şarolların Şarol verərəm 900. bozaq qulaqlar dişilər 750. Bax bozaq qulaq dişi. Baxın. Təmiz qan özü. Yəni tərtəmiz. Hal-hazırda Bozaq qulaq var belə. ay maşallah olsun. Həqiqətən biləyinə bax, biləklərinə baxın. 15 dənə heyvan var aramızda. 3 dənə deməli dişidir. Deməli 3 dənə angustur içində. Bir dənə simentaldır. Gördüyünüz kimi. Qalanı da bozaq. Bir dənə şaroldur. Sonra bozaq qulaqlardır. Qiymətləri aşağıdan yuxarı qardaş 750-dən 1100 manat arasında dəyişir. Razılaşma yerləri var. Hamısının razılaşma yerləri var. Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Deməli, bax belə bozaq qulaqlar. Təmiz. Bax, bozaq qulaqdır, simentaldır. Sonra iki dənə angustur, 3 dənə, 4 dənə bozaq qulaqlar. Hal-hazırda heyvanlarımız yeni gəlib. Bunların qiyməti neçədir aşağıdan yuxarı? 7-dən başlayır 100-1100-ə kimi. 1100'ə qədər. Angustlardakı ayrıdır da. Angustu baxın. Bu da angustu. Malı tarihinin nə qabala malı gəlsin. Ya verim o angusta. 700'dən 1100'ə qədər angustlar amma ayrıdır. Angustlar hardasa 1200 dolar verir. O simental neçə deyirsən? Malı satmışam. Satmısan? Ha. Buradan demək. Və o qırmızı angustu neçə deyirsən? 10 verirəm 1000 manat. Erkəkdir, hə? Ya oradan qolma tökülə 2 şey. Hani qolma tökülə 3. Əlaqə nömrəsini əlaqə saxlayın 571 71 57 WhatsApp-a yazın. Heyvanlar yeni gəlibdir. Perdeden bakalım da böyle teknik varsa. Hazır. Burada çıkmamış. Pazarın olduğu çıkışı var. Girişi. Oyun pazarının yanında birinci kapı. 15 tane buzoy qalır. Gözlər.